Yolüstü Ailəvi restoranda 8 noyabr Zəfər günü münasibətilə möhtəşəm bayram konserti təşkil olunub. Bayram konsertində şəhid ailələri, qazilər, veteranlar, eyni zamanda rayon sakinləri, həmçinin Yolüstü Ailəvi restoranının daimi müştəriləri iştirak edəcək. Bugünkü gündə bu tədbiri təşkil edən Yolüstü restoranının rəhbərliyinə öz xüsusi təşəkkürümü bildirirəm. Qarşılarında baş əyirəm ki, şəhid ailələri, qaziləri yaddan çıxartmayıblar, belə bir tədbir təşkil edib. Xəbər vaxtı internet portalının rəhbərliyinə də öz təşəkkürümüzü bildiririk ki, gəlib bizi işıqlandırır. Bugünkü gündə bizə zəng olunanda ki, Yolüstü restoranında Zəfər bayramı münasibəti ilə tədbir var. Həqiqi mənada sevinç və qürur hissi ilə bura gəldik iştirak eləməyə və həqiqi mənada sözün əsl mənasında bu günləri sevincimizin həddi hududu yoxdur. Zəfər bizim üçün 2 qatdır. Mənim qardaşım xüsusi təyinatlı Unurğa sütunu olan Şəhid Pəncəli Teymurova Cənab Prezident tərəfindən Milli Qəhrəman adı verildi. Cənab Prezidentə də çox sağ ol deyirik. Minnətdarı yaşasın Cənab Ali Başkomandan, yaşasın Azərbaycan ordusu. Allah şəhidlərimizə rəhmət eləsin. Yolüstü Ailəvi restorana təşəkkür edirəm ki, belə bir tədbir təşkil edir. Çox sağ olsunlar. Bugün Zəfər münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəhadət. Allah canlarını sağ eləsin. Rövşən müəllim bizi bura dəvət edib. Sağ olsunlar. Yolüstü restoran rəhbərliyindən tutmuş aşağı bütün işçilərə öz minnətdarlığımı bildirirəm. Bu günlər gözəl gündür, zəfər gündür. Bizim bu bağlarımız, şəhid bağlarımız bu adı qoyublar. Bizim də borcumuz odur ki, bu qələməni qoruyaq. Nə qədər Azərbaycan xalqı yaşayır, bu bayram qeyd olunacaq. Allah Teala ordumuzu qorusun, Allah rəhbərimizi qorusun. İlk növbədə Yolüstü restoranının rəhbərliyini, o cümlədən Rövşən müəllimi, bütün heyət üzvünü salamlayıram. Bugünkü Zəfər günün bizi bura dəvət edib, Zəfər bayramın bizi göz yanlarında görmək istəyib. Çox sağ olsun. Bizə bu zəfəri yaşadan şəhidlərimizə Allah rəhmət eləsin, Allah qazilərimizə can sağlığı versin və dövlətçiliyimizi qorusun, xalqımızı qorusun. Xalqımızın nə qədər şəhidlərinə verdiyi qiyməti əziz tutarsa, valla bizi üçün də böyük bir fərəh hissidir ki, bu. Bizim şəhidlərimiz həmişə uzaq tutur, yaddaşlarda qalır. Dəyərli qonaqlarımız, hər birinizi bu gözəl gündə Azərbaycanımızın tarixində ən gözəl gün, Zəfər günündə, 8 noyabrda hər birinizi xoş gördük, hər birinizi bu gözəl gündə salamlayırım.
bir alkış isterdi. Yaşasın Azərbaycanımız. Tarihsən, sən dahilər, öncəsisən, sən günlər, məskənisən, yaşad olma Azərbaycan. Sən ucaman bir tarihsən, sən dahilər, öncəsisən, sən günlər, məskənisən, yaşad olma Azərbaycan. Qələbənin sorağını gözləyirik. Gör haçandır. Qoy eşitsin bütün dünya. Qarabağ Azərbaycandır.